Təsəvvür et ki, bütün dünya dağılır. İnsanlar sağ qalmaq üçün sağa-sola qaçışır. Amma bu xaosun içində bir adam var. Heç nə evecinə almır, əli cibində elə bil bulvarda kimi özü üçün gəzişir. Heç bir seriala, filmə baxıb demisən, kəş mən də bu cürə düşünə biləydim. Çünki açığı həyatın özü də bir sağ qalma oyunudur. Bəziləri panikaya düşür, bəziləri isə sakit qalır. Alice in Borderlanddakı Joshua kimi. Sakit, hesablayan və həmişə bir addım öndə. Bu videoda onun düşüncə tərzini real həyata daşıyırıq. Bu videoda sizlər üçün Joshua'nın 5 güclü xüsusiyyətini parçalayacağam. Elə şeylər var ki, bunları öyrənsən, özünü tam başqa səviyyəyə qaldıra bilərsən. Təkcə Survivor oyunlarında yox ha, biznesdə, münasibətlərdə, hətta həyatda belə. Buna görə də gəlin birincidən başlayaq. Onun ən gözə çarpan xüsusiyyətlərindən biri sakitlik. Bir düşün, dünya dağılır, insanlar sağa-sola qaçışır. Amma Joshua elə bil bazar günündə səhər əlində kofesi içir. Niyə? Çünki bir sadə həqiqəti bilir. Hisslər işə qarışanda düzgün qərar vermək çətinləşir. Biz nə edirik? Həyat bizi biraz sıxdı mı, panikaya düşürük. Başlayırıq çox fikirləşməyə. Qorxunu sükan arxasında buraxırıq və elə o anda da ən pis qərarları ortaya çıxarır. İndi təsəvvür elə. Biri ilə qızğın bir mübahisədəsən. Qışqırmaq əvəzinə dayanırsan, nəfəs alırsan və sakitcə cavab verirsən. İnan, oyun tam o anda dəyişir. Deməyə çıxarılan dərs nədir? Təzyiq altında sakit qalmağı öyrən. Cavab verməzdən əvvəl qısa bir pauza ver. Bu tək bacarıq səni stressdə özünü itirən insanların 90%-dən ayıracaq. İkinci xüsusiyyət. Strateji düşüncə. Joshua təhlükəyə kör-köranə qaçmır. Baxır, analiz edir, sonra hərəkətə keçir. Elə bil şahmat oynayır. 3 gediş qabağı düşünür. İndi özümüzdən soruşaq. Neçə dəfə fikirləşmədən qərar veririk. İş seçirik, dost seçirik, vərdiş seçirik. Amma soruşmuruq ki, bu məni 5 ilə hara aparacaq. Misal, 2 nəfər var. Biri hər axşam Netflix-ə seriala baxır. O biri isə gündə cəmi 1 saat onlayn iş bacarıqları öyrənərək özünü təkmilləşdirir. Onlar bu günləri eyni hissi yaşaya bilərlər. Amma 5 ildən sonra biri yerində sayır, o birisi isə həyatda qat-qat irəlidədir. Deməyə çıxarılan dərs nədir? Böyük qərar verməzdən əvvəl zoom out elə. Uzun müddətli nəticəni düşün. Fiqur olma, şahmatçı ol. İndi isə gələk 3-cü xüsusiyyətə. Joshua'nı heç diqqətlə izləmisən? Nə qışqırmır, nə lovğalanmır. Amma otağa girən kimi hamı ciddiləşir. Bu nədir? Əlbəttə ki, təkəbbürsüz özgüvən. Çoxları fikirləşir ki, özgüvən səs salmaqdır, özünü göstərməkdir. Yox, əsl özgüvən sakit olur. Öz dəyərini bilirsən və təsdiqə ehtiyacın yoxdur. Məsələn, iş müsahibəsi. Təkəbbürlü biri deyir ki, mən ən yaxşıyam, məndən yoxdur, siz məni işə almalısınız. Amma özgüvənli biri deyir ki, bacarıqlarımı bilirəm, gələrək sizə dəyər qatacam. Buradan da nə dərs çıxarda bilərik? Bacarığıyıq, biliyik. İşin elə danışsın ki, sən susasan. Keçək 4-cü xüsusiyyətə, uyğunlaşma. Joshua hansı oyuna düşür-düşsün, ağlamır, şikayət eləmir, sadəcə o oyuna uyğunlaşır. Həyat da bizdən bunu istəyir. 10 il əvvəl olan işlərin yarısı indi çoxu yoxdur. Texnologiya pik nöqtədədir. Münasibətlər, qaydalar, hər şey dəyişir. Amma diqqətli ol. Dəyişikliklərə dirənsən, əziləcəksən. Uyğunlaşsan, böyüyərsən. Çıxarılan dərs nədir? Dəyişiklikdən qorxma. Yeni bacarığı öyrən, yeni mühitlərə açıq ol. Uyğunlaşanlar sağ qalır. Və ən sonuncusu müşahidə gücü. Joshua başqalarının görmədiyini görür. Bir anlıq tərəddüd, qaydada boşluq, əsəbi baxış və üstünlük onundur. Real həyatda bu da süper gücdür. Danışıqda yaxşı dinləsən, insanlar sənə güvənir. Biznesdə başqasının qaçırdığı fürsəti tutursan. Özünü inkişafda, vərdişlərini izləyib səni saxlayan şeyləri kəsirsən. Sonuncu dərs. Az danış, çox müşahidə et. Həyat hər gün ipucu verir, amma yalnız baxana. Beləliklə, Joshua uydurma obraz ola bilər, amma göstərdiyi xüsusiyyətlər tam realdır. Özünü upgrade eləmək istəyirsənsə, emosional nəzarət, strateji düşüncə, təkəbbürsüz özgüvən, uyğunlaşma, müşahidə gücü. Bu dediklərimi unutma və unutma, həyat Borderland kimidir. Hamı sağ qalmır, hamı qazanmır. Amma sakit qalanlar, qabağa düşünənlər, uyğunlaşanlar və müşahidə edənlər
həmişə daha güclü çıxır. İndi şərhlərdə yaz görüm. Bu xüsusiyyətlərdən hansını birinci işləmək istəyirsən? Əgər belə videolardan xoşun gəlirsə, yeni güclü obrazları parçalayırıq. Gizli dərslər çıxarırıq və real həyatda tətbiq edirik. Burada qal. Unutma, dəyişiklik bir gündə olmur, amma bir qərarla başlayır. Böyüməyə davam et, təkamül et və növbəti videoda görüşənədək.